Hörmətli izləyicilər, hər birinizi salamlayıram. Bu gün son postlarımdan birində rəylərdə geniş bir müzakirə olunan bir məsələ oldu və mən bütün rəylərə bir-bir cavab yazmaq imkanım olmadı. İstəyirəm oradakı ümumi fikri yekunlaşdırıb o rəylərlə bağlı fikrimi bölüşüm və ümumilikdə təhsil prosesində və təhsil ictimaiyyətində, ümumiyyətlə təhsillə bağlı islahatlarla bağlı həm günümüzlə bağlı, həm də bunun tarixi ilə bağlı öz fikirlərimi bölüşüm. Çıxışlarımın birində müəllimlərin 8 saat məktəbdə qalmalı olduğunu vurğuladığım bir videoda rəylərdə bir neçə rəy var, mən onu oxumaq istəyirəm. Burada iki sual var. 1. Müəllimin ev işini kim görəcək? 2. Milyona yaxın uşağın gələcəyini, bu həm də millətin, dövlətin gələcəyidir, işini kim görəcək? Sizcə hansını seçək? Müəllimin ev işini, yoxsa milyonlarla uşağın, cəmiyyətin, dövlətin gələcəyini? Çünki ikisini də müəyyənləşdirən müəllimlərdir. Seçimimiz nə olsun? Yəni, həqiqətən də bu günlərin dövlətin, millətin, ayrı-ayrı sahələrin, cəmiyyətin gələcəyi birbaşa müəllimin işindən asılıdır. Bir izləyicimiz də yazıb ki, belə çıxır ki, müəllimin övladlarını bu rəyə əlavə olaraq yazıb. Belə çıxır ki, müəllim övladlarını dediyiniz milyonluq cəmiyyətə qurban verməlidir. Sual qabağında, qarşısında gülmək işarəsi smaliki. Ki, milyonlarla uşağın gələcəyini qurmağa kömək etsinlər, amma öz övladları qalsın qıraqda. Yəni, həqiqətən də müəllimlər seçim eləməlidir. İşləyən müəllimlər, övladları olan müəllimlər. Onların pəncərəsindən baxsaq, əslində haqlıdırlar. Onlar daha çox öz uşaqlarını düşünür, rəydə bildirdiyi kimi. Bir neçə rəylər də var. Bu, uşaqlarla bağlı yox, daha çox məişət məsələsi ilə bağlı. Məsələn, bir izləyicimiz yazıb ki, axşam yeməyi sən gəlib bişirəsən. Həqiqətən də bu da ikinci bir məişət məsələsidir ki, müəllimlər həm də bir evin xanımıdır, evdə onun müəyyən bir məişətlə bağlı, yeməklə bağlı, mətbəxlə bağlı, ev təmizliyi və s. məsələlərlə bağlı bir məsuliyyəti var. İndi biz valideynlər, müəllimlərin pəncərəsindən baxsaq, ana olan, bir ailədə xanım olan müəllimlərin pəncərəsindən baxsaq, onların uşaqlarına baxmağı, uşaqları ilə məşğul olmağı, eyni zamanda yoldaşının, uşaqların yeməyini və geyimini və s. təmin eləmək məcburiyyəti və məsuliyyətləri də var. Amma eyni zamanda onların öz peşə məsuliyyəti də var ki, hansı ki, tam günlük iş saatı lazım gəlir ki, müəllimlər tam günlük iş saatına keçsin və belə olan halda bir müəllim öz ana kimi öz funksiyasını yerinə yetirə bilməmə ehtimalı azalır. Bu mənada həm də bu 8 saatlıq iş rejimi ilə bağlı müəllimlər qərar verməli, ana olan, xanım olan müəllimlər qərar verməlidir. İşi öncəliyə qoyacaqlar, yoxsa onlar öz ailə, məişət məsələlərini ön plana qoyacaqlar. Onların pəncərəsindən baxsaq, rəydə xanımın bildiyi kimi, o millətin bağlarını, dövlətin gələcəyini öz uşağına qurban vermək istəmir, açıq da bildirir. O pəncərədən baxsaq, məsələ belədir. Digər aidiyyatı dövlət qurumlarının və dövlətin pəncərəsindən baxsaq, onlar isə millətin gələcəyini bir ailənin məişət ehtiyaclarına qurban vermək istəmir. Belə baxanda hər iki tərəf öz pəncərəsindən haqlıdır. Ümumiyyətlə isə bu proseslərin hamısına baxsaq, gərək biz tarixi köklərdən baxaq, yəni təhsilin tarixi ilə bağlı məsələlərə baxaq ki, təhsilin tarixi necə baş veribdir, yəni ümumiyyətlə bugünkü dəyişikliyə baxmaq üçün, bugünkü dəyişikliyi düzgün qiymətləndirmək üçün təhsilin tarixinə baxmaq lazımdır. Ümumiyyətlə hal-hazırda baş verən bütün proseslər bir dəyişiklikdir və dəyişikliyin nəticəsidir. Dəyişiklik də hər zaman məşəqqətli olur, çətin olur. Bu dəyişikliklər kimlərisə sərf eləyir, kimlərisə sərf eləmir.
Dəyişikliyin tarixinə baxmaq lazımdır. Təhsilin tarixinə baxmaq lazımdır. Təhsilin tarixi başlayır Aristoteldən, Platondan, Pifaqordan. O zaman təhsil akademiya formatında olub. Yəni bir məktəb, universitet formatında yox. Tutaq ki, Platonun, Aristotelin tələbələri, ona qulaq asan insanlar olub. Bir mini akademiya formatında təhsilin ənənəsi başlayıbdır. Və burada da əsas təhsilin məqsədi və missiyası ondan ibarət olub ki, dövlət məmurları və hökmdarlarına təhsil versin. Tarixdəki bir çox hökmdarın müəllimləri olub. Aristotel, Platon da onlardan biridir. Və təhsilin məqsədi daha çox bürokratiyanı yetişdirmək, dövlət məmurlarını yetişdirmək, hökmdarın övladlarını, onların yaxınlarını və yaxud da vəzifədə olan tarixdəki dövlətlərdə vəzifədə olan insanların övladlarını yetişdirmək olubdur. Daha sonra bu ənənə Çində geniş yayılıbdır. Çində hətta ilk imtahan prosesi Çində təşkil olunubdur. Çində də dövlət məmurlarını yetişdirmək üçün təhsil sistemi qurulubdur və təhsilin məqsədi dövlət kadrlarını yetişdirmək olubdur. Hətta ilk imtahan prosesi də, yəni imtahan verib vəzifədən vəzifəyə keçmək prosesi də Çində olub, eramızdan əvvəl Çində olubdur. Daha sonra təhsilin inkişafı İran yaylasında, daha növbəti etapda İran yaylasında təhsilin inkişafı bir növbəti etaba keçibdir. Orada da mini akademiya formatında olub. Orada da hakimiyyətdə məmurlar üçün, ölkə rəhbərliyinin yaxınları üçün bir təhsil sistemi, bir akademiya formatında təhsil sistemi qurulubdur. Bu tədricən inkişaf eləyib, Sasanilərdən sonra inkişaf eləyib, təhsil məktəb formatına gəlib Səlcuqlu dövründə, Türk İslam mədəniyyəti dövründə olub. Səlcuqlu Osmanlı dövründə təhsilin inkişafı və təhsilin yeni mərhələyə keçidi baş verib mədrəsə formatı ilə. Mədrəsələr necə idi? Mədrəsələrdə dini təhsillə paralel, həm də dünyəvi təhsillər, təbiət fənləri keçirilirdi. Astronomiya, fizika, riyaziyyat, tip kimi təhsil mədrəsələrdə tədris edilirdi və deyərdim ki, ilk məktəb sistemi, təhsil sistemi qurulubdur bizim Türk İslam mədəniyyətində, Səlcuqlu Osmanlı mədəniyyətində. Hansı ki, ondan əvvəl dünyada məktəb sistemi heç vaxt olmayıbdır. Ondan əvvəl dünyada məktəb sistemi sadəcə akademiya formatında olub, yalnız dövlət məmurlarını yetişdirmək üçün, dövlət idarəsində olan insanların yetişdirmək üçün olubdur. Məktəb formatına isə ilk dəfə Səlcuqlu Osmanlı mədəniyyəti dövründə olub, Nizamiye mədrəsələri ilə ilk məktəbin təməlləri qurulubdur. Lakin təəssüflər olsun ki, daha sonra bu dövrdə mədrəsə sistemi daha çox dünyəvi fənlər arxa plana keçirilib və daha çox dini təhsil ön plana keçibdir. Və bunun nəticəsində də müasir məktəblərin əsası olan mədrəsələr sadəcə dini təhsil verən müəssisələr kimi tarixdə qalıbdır. Daha sonra isə qüvvəsi zəifləyibdir. Mədrəsə sistemindən sonra təhsil dünyəvi elmlərin nizamiye mədrəsələrdə arxa plana keçməsi, bunun da ayrı bir dini, fəlsəfi, sosial səbəbləri var. Bu səbəblərdən başqa vaxt danışmaq olar. Daha sonra bu dövrdə olan təhsil sistemi, yəni məktəb modelinin, təhsil sisteminin ilk formasını, məktəbin ilk formasını yaradan Türk İslam mədəniyyəti, daha sonra bunu şəriət sisteminin güclənməsi ilə təbiət fənlərini, astronomiya, fizikanı ikinci plana atdı və bir müddətdən sonra lazımsız bildi və müasir məktəblərin mərkəzi sayılan, yəni təməli sayılan nizamiye mədrəsələri daha çox din dərsi verən bir formata keçdi və elm tərəqqi arxa plana keçdi. Bununla da elə o imperiyaların gücü də, siyasi, iqtisadi nüfuzu da zəifləməyə başladı. Bu dövrlərdə qərbdən səlib yürüşləri olubdu. Həmin səlib yürüşlərində səlibçilərin bizim mədəniyyətimizdən öyrəndikləri çox şey olubdu. Onlar gəlib bura bizim mədəniyyətlə tanış olanda bizim alimlərimizi və onların əlyazmalarını götürüblər və onu qərbdə tərcümə mərkəzlərində tərcümə edib ilk universitetləri yaradıblar. Qərbdə ilk universitet olan Montpellier, Siciliya universitetləri, Montpellier universiteti, üzr istəyirəm, qərbdə ilk
tərcümə mərkəzləri İtaliyada, Siciliya, Montpellierdə olubdur. Onlar bizim Səlib yürüşündən gəlib bizim mədəniyyətimizlə tanış olub, İbn Sinanın, Əl-Razinin, Əl-Cəzirənin, Biruninin, Fərabinin kitablarını götürüb həmin o Siciliyada və Montpellierdə olan tərcümə mərkəzlərində tərcümə edərək müasir universitetlərin əsasını qoyubdur. Qərbdə ilk universitetlər olan Bologna, Paris, daha sonra Oxford universitetlərində ilk ədəbiyyat, ilk resurs, ilk proqram şərqdəki Fərabinin, Əl-Cəzirənin, Biruninin əsərləri olub, hansı ki onlar burada həmin qərbdə tərcümə mərkəzlərində tərcümə edilib Latın dilinə və qərbdə müasir universiteti qurublar. Yəni bizim mədrəsə sistemimizi, Nizamiye mədrəsə sistemini və bizim Nizamiye mədrəsə sistemindəki təhsil proqramını, bizim alimlərin proqramlarını götürüblər, Latın dilində tərcümə ediblər və müasir qərbdəki universitetləri qurublar. Hətta Oxford və Paris Universitetinin, Bologna Universitetinin ilk proqramı, ilk dərsliyi, ilk resursları bizim Fərabinin, Əl-Cəzirənin və s. alimlərimizin əsərləri olubdur. Daha sonra bunu inkişaf elətdirdi. Ümumiyyətcə, burada gəlir təhsilin fəlsəfəsinə, təhsilin məqsədinə, təhsilin mahiyyətinə. Təhsilin məqsədi, təhsilin fəlsəfəsi ondan ibarətdir ki, mövcud olanının ən yaxşı bir üst versiyasını hazırlamaqdır. Qərb neynədir? Qərb götürdü şərq mədəniyyəti, bizim mədəniyyətimizi, bizim təhsil sistemimizi, bizim mədrəsə sistemimizi götürdü, tərcümə etdi və bir üst versiyasını yaratdı. Oxford Universitetini yaratdı, Paris Universitetini yaratdı. Bizim təhsil sisteminin bir üst versiyasını yaratdı. Biz isə öz qurduğumuz təhsil sistemini şəriətlə, yəni siyasal İslamla təbiət və texniki fənləri görməzdən gələrək öz təhsil sistemimizi 300 il, 500 il arxaya saxladıq və qərbdən 200 il, 300 il, 500 il geridə qaldıq. İndi nə baş veribdir? Yəni təhsilin əsas fəlsəfəsi və missiyası mövcud olan bir üstünü yaratmaqdır, qeyd etdim. İndi uzaq şərq, yəni Çin, qərb təhsil sistemini götürüb və onun bir üst versiyasını yaradıbdır. İndi baxın, ümumilikdə təhsil tarixinə baxanda, dünyadakı təhsil tarixinə baxanda baxırıq ki, biz mütləq şəkildə yeniləməliyik. Hal-hazırda bizim təhsil proqramımız 4 nəsildir, eyni proqramı davam edir. Məsələn, sizin atanız da, babanız da oxuduğu kitabları, məsələləri, misalları siz özünüz də oxursunuz və sizin övladınız da eyni proqramdan təhsil alır. 4 nəsildir eyni təhsili alırıq, amma dünyada təhsil çox dəyişib. Çox dəyişib, çox inkişaf eləyibdir. Hətta 4 dəfə bizim təhsil sistemimiz dəyişməli idi. Amma hal-hazırda biz hələ birinci dəyişimə gedə bilmirik. Çünki dəyişimə getməyin təməlində dayanan siyasi, psixoloji, sosial və digər problemlər var. Hal-hazırda biz o sosial problemlərin birindən danışırıq ki, dəyişikliyə getsək, bəzi ailələrdə müəyyən məişət məsələləri, müəyyən problemlər olacaq. Uşaqların yeməyini kim bişirəcək, yoldaşın paltarını kim ütüləyəcək, yoldaş deyəcək ki, saat 8-də, 6-da gəldin işdən, evdə yemək yoxdur. Yəni, biz bu sosial və məişət problemləri ilə yanaşı, burada başqa problemlər də var. Burada təkcə problem budur, burada siyasi problemlər də var, burada mədəniyyət problemləri də var. Təsəvvür edin ki, bizim təhsil sistemimiz inkişaf elədi. Təhsil sistemimiz inkişaf elədi, biz mövcud təhsil sisteminin bir üst versiyasını yaratmaq cəhd elədik. Məsələn, bu ilə Sinqapur kurikulumuna əsasən kitablar yazırıq, qərb kurikulumundan istifadə eləmək istəyirik. Ümumiyyətcə, Emin müəllim deyir ki, kitabları dəyişmək lazımdır, həqiqətən düzdür. Biz bu dəyişikliyi etsək nə baş verəcək? Yəni, bu məişət məsələlərini qoyduq qırağa, yəni bunları həll elədik. Yəni, sonuc etibarilə ilə bu günlərin ölkədə təxminən 100 min müəllim var. Bu 100 min müəllimin 80 mini xanımlardır. Şərti olaraq deyirəm, xanımlardır. Ümumiyyətlə, ölkədə bəlkə də 300 min, 400 min başqa sahələrdə işləyən xanımlar var. Onlar da eyni problemlərlə rastlaşdılar. Onların da uşaqlarına yemək bişirməlidirlər, onlar da yoldaşlarının paltarını ütüləməlidirlər, evlərinə baxmalıdırlar. Hətta bir izləyicimiz yazmışdı ki, bəs qaynatamın çayını kim verəcək? Deyəcəm ki, get özün götür çayını iç. Yəni, biz bu qaynanamızın, qaynatamızın ehtiyaclarını, yoldaşımızın paltar ehtiyacını, yoldaşımız işdən gələndə isti yemək ehtiyacını həll eləyə bilsək,
başqa bir problem çıxacaq qabağımıza. Başqa bir problem nədir? Bizim təhsilimiz inkişaf eləsə nə baş verəcək? Bizim təhsilimiz inkişaf etsə, ümumiyyətlə ölkə dünyada siyasi baxsaq, mədəniyyət olaraq baxsaq, sivilizasiya olaraq baxsaq, dünyada Çin istehsalçı ölkədir, Uzaq Şərq istehsalçı ölkədir. Bu tərəfdən Qərb istehsalçı ölkədir, istehsal eləyir, sənaye ölkəsidir və hər kəs istehsal eləyir. Amma bir dənə istehlakçı var. O da Yaxın Şərq, Qafqaz, Ərəb coğrafiyası və Orta Asiyadır. Hansı ki, daxili resurslarla, neft, qaz, qızıl və s. maddi resurslarla, qiymətli resurslarla çoxdur və onlar onları ixrac eləyirlər və qarşılığında öz iqtisadiyyatlarını qururlar və bu ölkələr iqtisadiyyatlarını daha çox xam mal üzərində qurublar, xam mal satışı üzərində qurublar və potensial alıcılıq qabiliyyəti olan ölkələrdir. Məsələn, biraz daha belə sadə şəkildə desək, Çin BYD-ni istehsal eləyir. Öz daxili bazarı üçün istehsal eləsə, Çindəki zavodların yəqin ki 80% ixtisara gedəcək və işçilər də ixtisara gedəcək. Və yaxud da Almaniya Mercedesi və BMW-ni istehsal edir. Yalnız Avropa və Almaniya bazarı üçün istifadə eləsə, gərək 80%, 70% ixtisara gedər. Bu istehsalat təkcə avtomobil olmasın, istər tekstil olsun, sənaye olsun, avtomobil olsun, bütün sahələr olsun, elektronika və s. Bu istehsalat nəyin üzərində qurulubdur? Bir bazar var. Bu bazar haradır? Bu bazar Qafqazdır, Anadoludur, Ərəb coğrafiyasıdır və Orta Asiyadır. Hansı ki, burada istehsalat yoxdur, istehlak var. Və istehlak niyə var? Əsas sual burada budur ki, burada istehlak niyyədir? Biz niyə istehsal eləmirik? Və bizim istehsal eləməyimiz üçün gərək bizim təhsilimiz, elmimiz və texnologiyamız inkişaf eləsin. İnkişaf eləməsi üçün də ciddi bir dəyişiklik lazımdır. Ancaq siyasal olaraq da, mədəniyyət olaraq da, iqtisadi olaraq da, hərbi olaraq da, bütün parametrlər, eyni zamanda sosial olaraq da bizim təhsilimizin inkişaf eləməyini istəmirlər. Çünki biz bu günlərin desək ki, biz öz daxili bazarımızdakı elektronika olsun, tekstil olsun, avtomobil sənayesi olsun, yüngül sənaye olsun, ağır sənaye olsun, biz özümüz istehsal edəcəyik. Bəs bunu biz özümüz istehsal eləsək, biz də necə istehsal edə bilərik? Əlbəttə ki, bunu istehsal üçün gərək təhsilimiz inkişaf eləsin ki, elm və texniki və tərəqqi inkişaf baş versin. O zaman onlar kimə satacaqlar? Onda sual ortaya çıxır. Yəni, burada əsas mövzu bu coğrafiyada, bizim coğrafiyamızda təxminən 500 milyonluq bir coğrafiyada elmin, təhsilin, tərəqqinin inkişafını istəməyən böyük güclər var. Bu, belə deyim də, müzakirə mövzusudur və bunun da səbəbində duran məsələ iqtisadidir. Çünki məndə elm və texnologiya inkişaf eləsə, artıq mən alıcı olmayacam. Mən də satıcı olacam. Ən azından öz daxili bazarımı özüm satacam. O da ona sərf eləmir. O ölkələr öz iqtisadiyyatlarını, Uzaq Şərq və Qərb öz iqtisadiyyatlarını qurublar, bizim istehlakçı və idxalçı olmağımızın üzərində. İstehlakçı və idxalçı olmağımızın da səbəbi ondan ibarətdir ki, bizdə təhsil sistemi ona uyğun deyil ki, biz iqtisadi olaraq istehsalçı, ixracatçı olaq. Ona görə də bizim təhsilimizin, belə deyim də, bu günlərin ölkə gündəmində hər mənada müzakirə mövzusu təhsildir. Çünki daxildə müəyyən sosial qayğılar var. Bu günlərin o sosial qayğıları həll eləsək, başqa siyasi məsələlər ortaya çıxa bilər. Bu mənada bizim təhsillə bağlı fəaliyyət göstərən insanlarımız, məncə, belə deyim də, fədakar insanlardır. Yekun olaraq onu deyim ki, əgər biz bu dəyişikliyi, təhsillə bağlı bu dəyişikliyi eləyə bilsək, nəhayətində ən sonunda indi də olmasa 50 ildən sonra, 100 ildən sonra o insanların adları tarix kitablarında olacaq, o insanların heykəlləri qoyulacaq. Və tarixdə həmişə belə olubdur. Hansı ki 50 il sonra, 100 il sonra tarix kitablarına düşən insanlar, 50 il sonra, 100 il sonra heykəli qoyulan insanlar öz yaşadıkları dövrdə ancaq təzyiqə, təqibə, təhqirə, tənqidə məruz qalıblar. Bu da, belə deyim də, acı bir gerçəklikdir. Təəssüf ki.